Ana südü yeni doğulmuş körpənin sağlam böyüməsi və inkişafı üçün əvəz olunmaz qida mənbəyidir. Həyatın ilk saatlarından etibarən ana südü ilə qidalanma yeni doğulmuşun immun sistemini gücləndirir, sağlam böyümə və inkişafını dəstəkləyir. Eyni zamanda bir çox xəstəliklərdən qorunmasına kömək edir. Ümumdünya Səhiyyə Təşkilatı da ilk 6 ay ərzində körpələrin yalnız ana südü ilə qidalanmasını tövsiyə edir. Bəs ana südünün körpəyə və anaya hansı faydaları var? Düzgün əmizdirmə zamanı nələrə diqqət edilməlidir? Mövzu ilə bağlı Mərkəzi Gömrük Hospitalının neonatologiya şöbəsində araşdırma apardıq. Mərkəzi Gömrük Hospitalının neonatologiya şöbəsində yeni doğulmuşlara beynəlxalq standart və klinik protokollara uyğun olaraq 24 saat həftənin 7 günü neonatoloji xidmət göstərilir. Şöbədə həm sağlam, həm də vaxtından əvvəl doğulmuş və ya müxtəlif sağlamlıq problemləri ilə dünyaya gələn körpələrə doğulduqları ilk saatlardan etibarən yüksək ixtisaslı tibbi yardım göstərilir. Körpələrin vəziyyəti daim nəzarətdə saxlanılır. Fərdi müalicə və qulluq planı hazırlanaraq onların təhlükəsiz inkişafı təmin edilir. Müasir tibbi avadanlıqlarla təchiz olunan şöbədə fizioloji baxım, reanimasiya və intensiv terapiya xidmətləri də həyata keçirilir. Bir uşağın ana bətnində olduğu vaxtı qidalanması plasenta və göbək ciyəsi vasitəsilə icra olunurkən, uşaq doğulduqdan sonra qidalanması ilk 6 ayda ana südü vasitəsilə icra olunur. İlk 6 ayda ana südü uşağın bütün qida dəyərlərini, qida ehtiyacını ödəmiş olur. Daha sonra 6 aydan 1 yaşa qədər uşağın enerji mənbəyini ödəyir. 1 yaşından 2 yaşına kimi isə uşağın enerji mənbəyinin hardasa 1/3-ünü ödəmiş olur. Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF tövsiyələrinə görə uşaq doğulduqdan 6 ayına qədər ancaq ana südünə qidalandırılmalı və bu ana südünə qidalandırma 2 yaşa qədər davam etməsi tövsiyə olunur. Ana südü ilkin olaraq hardasa 3-5 günə qədər ilk süd olur. Ağız südü deyirlər buna, kolostrum deyirlər. Həmin bu südün tərkibi yetkin süddən bir qədər fərqlidir. Konsentrasiyası biraz qatıdır, rəngi biraz sarıdır. Tərkibindəki qidalı maddələr, zülallar, yağlar, karbohidratlar bir qədər çoxdur. Yağlar amma yetkin süddən bir qədər azdır. Kalorisi çoxdur. Tərkibində uşağın immun sistemini gücləndirən, uşağın infeksiyalara qarşı müqavimətini artıran, infeksiyalardan qoruyan formalı elementlər kifayət qədər çoxdur. İmmunoqlobulin A, lizosimdir, makrofaglardır, laktoferindir və s. Eyni zamanda uşaqda südün mədə bağırsaqdan həzmini yaxşılaşdırmaq üçün lazım olan qidalı maddələrdə belə ki, laktaz adlanır bu. O da kifayət qədər çoxdur. Daha sonraki günlərdə 5-ci gündən sonra ilkin süd, kolostrum adlanan bu süd yetkin südə keçməyə başlayır. Yetkin süd özü də iki formada ön süd olur və daha sonra arxa süd olur. Ön süd uşaq qidalanarkən tərkibində suyu bir qədər çoxdur. Uşağın elə bil ki, susuzlaşmaya qarşı tələbatını ödəmiş olur. Daha sonraki sonda olan süd isə yağlılıq bir qədər çoxdur, uşağın doymasını təmin eləmiş olur. Bir uşaq əmərkən, əmmə prosesində hardasa 60-a qədər əmmə, 50-55-ə qədər udma, 35-45-ə qədər bir-biri ilə koordinasiya olunmuş şəkildə hərəkətlər eləmiş olur. Mütəxəssis ana südünün yeni doğulmuşun ilk qidası olmaqla yanaşı, onun immunitetinin formalaşmasında, sağlam böyüməsində və inkişafında əvəzsiz rol oynadığını vurğulayıb. O, həmçinin düzgün əmizdirmə qaydaları, anaların diqqət etməli olduğu məqamlar, yeni doğulmuş uşaqların müayinəsi və digər vacib məqamların əhəmiyyətindən danışıb. Ana südünün faydaları çoxdur. Həm uşaq tərəfdən, həm uşağa faydaları, eyni zamanda anaya da faydaları çoxdur. Ən əsas faydalarından, ən böyük faydalarından biri ana südünün ekonomik olmasıdır. Eyni zamanda hər zaman hazır vəziyyətdə olmasıdır, əl çatan olmasıdır, ilıq vəziyyətdə olmasıdır. Uşağın ani ehtiyaclarını anında ödəyə bilməsidir. Digər vacib tərəflərindən, faydalarından biri də ana südü əmərkən uşaq ana əmizdirən vaxtı digər vasitələrdən istifadə etmədiyinə görə südün infeksiyalaşma riski kifayət qədər aşağı olmuş olur. Uşaqda mədə bağırsaq, qarın sancıları, koliklər, qaz problemi kifayət qədər ana südünə əmən uşaqlarda az olur.
Ana südünün yağlılığı kifayət qədər olduğuna görə uşağın bədən temperaturu normal saxlanmasını təmin etmiş olur. Eyni zamanda ana və uşaq arasında, ana uşağını əmizdirərkən ana və uşaq arasında bir bağlılıq yaranmış olur. Hansı ki bu da sonradan uşağın normal psixomotor inkişafının normal getməsini təmin etmiş olur. Eyni zamanda anada bu özgüvən, xoşbəxtlik yaratmış olur ki, bu da onda növbəti süd əmələ gəlməni daha da stimülə eləmiş olur. Ən əsas faktorlardan da birini göstərim ki, uşaq əmərkən yetkin südün son hissəsində yağlılıq əvvəlkinə baxmış, ön hissəyə baxmış daha çoxdur və uşaq bu südü əmərkən daha çox kalori almış olur və özünün doyduğunu hiss etmiş olur və döşün giləsini ağzından çıxarır. Bu da zamanla davam etdikcə uşaqda sonraki dövrlərdə piyələnmənin, şəkərli diabet xəstəliyinin qarşısını almağa kömək etmiş olur. Mütəxəssis həmçinin əmizdirən analara südü artırmağın yolları və saxlanma qaydaları haqqında da məlumat verib. Necə eləyim ki, südüm artmış olsun? Südü artırmaq üçün bir çox vasitələr vardır. Belə deyək, nə qədər çox döşə qoyulacaqsa uşaq, bir o qədər çox südümüz artacaq. Bol-bol əmizdirmək lazımdır. Əsas faktorlardan biri bol-bol əmizdirmək. İkinci, ananın özünün istəyi olmalıdır uşağa süd vermək üçün. Ana pozitiv düşünməlidir. Hər dəfə balasını döşünə qoyduqca, əmizdirdikcə düşünməlidir ki, südüm artacaq. Mən bunu özüm istəyirəm. Hətta əmizdirən anaların videolarına baxmaq, uşağını sığallamaq, əzizləmək, tumarlamaq, hətta uşağın paltarlarını qaydasına salmaq anada pozitivlik yaratmış olur. Bir çox yerlərdə deyilir ki, daha çox maye içməyə məsləhət görünür. Həddən artıq maye içmək ehtiyac deyil. Həddən artıq maye içərsə südün daha da durulaşmasına, sidik ifrazının anada artmasına, iştahının zəifləməsinə gətirib çıxara bilər. İtmiş mayeni bərpa olunması kifayətdir. Hardasa bu da gün ərzində 6-8 bardaq su eləmiş olar. Valideynləri digər maraqlandıran məsələlərdən də biri odur ki, südü necə saxlayım? Bu və digər səbəbdən zamanında hasil olan südün verilməsi mümkün olmursa və yaxud da süd artıq olursa, onu saxlamağa ehtiyacı olursa, müxtəlif şəraitlərdə saxlaya bilərik. Südü sağıb saxlamaq olur. Südü əllə də sağmaq olar, pompa ilə də sağmaq olar. Süd sağılırsa 2-3 saatdan gec olmayaraq soyuducuya yerləşdirə bilərik. Əgər südün sağılması xüsusi apteklərdə satılan polietilen qablara və ya digər başqa polietilen qablara yığıla bilər. Sağlam vaxtı, tarix, eyni zamanda saat yazılır. Otaq temperaturunda hardasa 22 dərəcəli otaq temperaturunda 2-3 saat müddətində qala bilər. Soyuducunun üst rəfində 4-6 dərəcəli, müsbət 4-6 dərəcəli temperaturlarda 2-3 gün qala bilər. Daha soyuducunun dondurucusu gözündə mənfi 16 dərəcəli temperaturlarda 3 ay qala bilər. Daha ağır dondurucularda, mənfi 25 dərəcəli dondurucularda isə 6 ay müddətində qala bilər. Əgər saxlanılmış südü istifadə etmək üçün, əgər dondurucu gözündədirsə, bir gün əvvəldən, 24 saat əvvəldən daha yuxarı üst gözünə keçirmək lazımdır. Sonra onu istifadə edəndə bir dəfəlik nə qədər istifadə edəcəksə, o qədər qızdırırıq. Birbaşa qazdan və yaxud da ki, mikrodalğalı sobadan istifadə edərək qızdırılmır. Su hamamında 40-50 dərəcəli su hamamında qızdırılır. Digər qabın içərisinə qoymaq şərti ilə və qızılmış südün də hardasa 30-32 dərəcə olmasına nəzarət eləmiş oluruq. Əmizdirmə prosesi körpənin inkişafını dəstəkləməklə yanaşı, anaların sağlamlığının qorunmasında da mühüm rol oynayır. Ana tərəfdən də faydaları çoxdur əmizdirmənin. Belə ki, anada əmizdirmə zamanı müəyyən qadın hormonlarının, oksitosin, prolaktinin normal tarazlığı təmin olunur. Məsələn, prolaktinin öz tərkibinə görə yuxu hormonu var, melatoninə daha oxşardır. Əmizdirən dövrlərdə analar kifayət qədər yatmamasına baxmayaraq, əmizdirmə prosesindəki hormonlar tarazlığına görə səhərləri gümrah oyana bilir. Eyni zamanda ana uşağını hər dəfə əmizdirdikcə özünə güvəni, xoşbəxtlik, belə deyək də, bu hissləri daha yüksək olur. Bu növbəti süd əmələ gəlmə proseslərini stimul eləmiş olur. Anada qadın cinsiyyət orqanların xərçəng xəstəliyi riski azalmış olur. Qeyd edək ki, Aygün Sadıxova Mərkəzi Gömrük Hospitalının pediatr neonatoloqudur. Onun fəaliyyət sahəsində yeni doğulmuş uşaqların müayinəsi və müalicəsi, uşaqların doğulduğu andan 17 yaş
yaşadək tibbi nəzarəti, vaksinasiya, gastroenteroloji, pulmonoloji, allergik və otolaringoloji xəstəliklərin diaqnostika və müalicəsi, həmçinin ağır vəziyyətdə olan uşaqların stasionar şəraitdə müalicəsi daxildir.